Doğrudan da mövzu bugün yəni Heydər Əliyev 90 və iqtisadi modernləşmə mövzu çox özü böyük və genişdir. Bu mövzuda saatlarla danışmaq olar. Ancaq yalnız siz dediyiniz kimi bir çərçivə seçmişik. Bu da Heydər Əliyevin neft strategiyası, Heydər Əliyevin neft və qaz sənayesində, ümumiyyətlə enerji və sənaye sahəsində gördüyü işlər, onun böyük bir rolu. Bu ətrafda icazənizlə mən tezis şəklində istərdim sizə öz fikirlərimi çatdırım. Bunu demək istərdim ki, ilk dəfə Heydər Əliyev hakimiyyətə Azərbaycan Respublikasının rəhbərliyinə 1969-cu ildə gəlmiş və o vaxtlarda tarix həmişə təkrar olunur. O vaxtlar da Azərbaycanın iqtisadi artıq öz potensialını, belə deyək, mövcud olan istehsalını artıq işlədilmişdir və yeni üfuqlar, yeni islahatlar lazım idi. Bir dövlət başçısı kimi, təcrübəli rəhbər kimi, mən deyərdim ki, böyük iqtisadiyyatçı kimi Heydər Əliyev çox gözəl düşünürdü ki, Azərbaycanın yeni bir səviyyə iqtisadi inkişafını qaldırmaq yalnız və yalnız Azərbaycan özülü olan neft və qaz sənayesinin inkişafı ilə bağlıdır. Və o vaxtlar mən sizə deyim ki, 69-cu ildə, 70-ci illərdə artıq bizim neft və qaz sənayesində çox da dərin olmayan su dərinlikləri yerləşən neft və qaz yataqları artıq işlənmədə idi və yeni perspektivlər yox idi. Bunu çox gözəl başa düşən Heydər Əliyev o vaxtlar başladı istehsalatın tam dəyişilməsindən, islahatların keçirilməsindən və bu ümumiyyətlə neft və qaz sənayesinin modernləşməsindən başladı. Bu nə idi bunlar? Mən bir də demək istəyirəm ki, o vaxtlar bizim neft və qaz artıq göstəricilərimiz 70-ci illərin əvvəlində və 60-cı illərin axırında təzənnülə uğrayırdı. Yəni biz görürdük ki, bunlar templər aşağı düşür. Və yeni yataqlar açılmalı idi, yeni strukturlar kəşf olunmalı idi və bunun üçün çox böyük işlər görülməli idi. Heydər Əliyev o vaxtlar 70-ci illərdə çox böyük iş gördü. Yəni, bu dərin su qatlarında neft və qaz yataqlarının kəşfi üçün, mənimsənilməsi üçün yataqlarının infrastrukturu tam dəyişdirdi. O vaxtlar birincisi özüllər zavodu yaradıldı. Bu da bizim gələcəyimizi, belə deyək, uzun illər, 10 illiklərə bunu bizim uğurlarımızı müəyyən etdi. Eyni zamanda neft yataqlarının və infrastrukturunun təkmilləşdirilməsi üçün, yenidən qurması üçün, islahatlar gücünün artırılması üçün yeni kran gəmiləri gətirildi. Bunlar Titan tipli gəmilər idi. Azərbaycan kranı yeganə bir kran idi. Sovet İttifaqında 2500 tonluq kran gəmisi gətirildi. Boru düzən gəmilər Süleyman Vizirov və İsrafil Hüseynov gəmiləri gətirildi. Eyni zamanda burada estakadalar tikildi, özüllər başlandı yenidən tikilməyə və bunu mən nə üçün deyirəm? Yəni biz müstəqillik devrini həmişə deyirik ki, Heydər Əliyevin böyük rolu olub, ancaq mən deyərdim ki, hələ ən böyük əsasını və dənizdə neft-qaz sənayesinin inkişafını hələ həmin Heydər Əliyev qoymuşdur. Eyni zamanda siz bilirsiniz ki, başqa sahələrə də fikir verirdi. Əgər biz götürürsək energetikanı, o vaxtlar Əli Bayramlı İstilik Enerji Stansiyası, Mingəçevirin su elektrik stansiyası, ümumiyyətlə bütün TEClər, bugünkü istifadə olunan, bunlar hamısı Heydər Əliyevin proqramı üzərində işlənilib, bu layihələr həyata keçirilmişdir. Neft emalında çox böyük işlər görüldü və bugün əgər biz neft emalından hansısa onun vəziyyətindən, səviyyəsindən danışırıqsa, biz bunu etiraf etməliyik ki, o vaxtlar Heydər Əliyev bunun özülünü qoymuşdu. LO AVT 2, LO AVT 6, cracking deməli,
yeni Bakı neft ayırma zavodunda crackingi, başqa bütün modern, mən deyərdim ki, o vaxtlar üçün çox belə deyək ki, yüksək standartlı, dünya miqyaslı qurğular o vaxtı Heydər Əliyevin vaxtında qurulmuşdu. Əgər biz kimyadan danışsaq, siz bilirsiniz ki, Sumqayıt şəhərində böyük bir kimya kompleksinin yaradılması və s. məhz Heydər Əliyevin o vaxtlar qoyduğu plan üzərində qurulmuşdur. EP300, etilen propilen qurğusu o vaxtlar Heydər Əliyevin təşəbbüsü ilə quruldu və bugün də bu bizim kimyanın flaqmanı hesab olunur. Əgər götürsək başqa sahələrdə, sənayedə, bilirsiniz ki, bütün şəhərlərdə və Heydər Əliyevin uzaq görənliyi oydu ki, o vaxtlar tək Bakıda yox, başqa regionlarda da bu işləri görülməsi ilə onun belə işləri səciyyələnirdi. Yəni, mən bunu demək istəyirəm, Bakıda yeni kondisioner zavodu istifadəyə verilmişdi. Gəncədə avtomobil zavodu, başqa şəhərlərimizdə, Mingəçevirin özündə kabil zavodları və s. sənaye təxminən o illərdə bizdə inkişaf etmişdi. Bəlkə də bizim bu müstəqillik illərimizdə görülən və əldə etdiyimiz nailiyyətlər bəlkə də 90% bax, o görülən işlərə əsaslanmışdır, onun bazasını yaratmışdır və ona görə 1993-cü ildə yenidən rəhbərliyə gələndə, yeni islahatlar, yeni proqramlar qoyanda yalnız və yalnız o gördüyümüz işlər onun əsasını təşkil etmişdi. Bunu möhtərəm prezidentimiz İlham Əliyev öz nitqində demişdi. Əgər bunlar olmasaydı, əgər vaxtında bu işlər görülməsəydi, bəlkə biz Azəridir, Çıraqdır, Günəşlidir, Bakı-Tbilisi-Ceyxandır, başqa bizim gördüyümüz bu inşa edilmiş platformalarımızdır, Çıraq 1 kimi və başqa platform, bunlar heç biri bir gün olmazdır. Yəni, bunun əsası hələ Heydər Əliyev tərəfindən o illərdə qoyulmuşdur. Bugün biz müstəqillik devrində şübhəsiz bir tarixə baxarkən 1993-cü ildə burada Baxtiyar müəllim dedi, çox acınacaqlı bir vəziyyətə gəlmişdik. Daha doğrusu böhran vəziyyəti idi. Daha doğrusu ölkə bir dağılmış bir sahəyə çevrilmişdir. Hansı sahəni götürürsünüz, götürün, Azərbaycanda heç bir, mən deyərdim ki, belə deyil, bir müsbət bir şey tapa bilməzdik. Nə üçün? Maliyyə yox. Bizim istehsalat o vaxtı Xalq Cəbhəsi tərəfindən tam şəkildə dağılmışdı. Eyni zamanda səriştəli insanlar aradan götürülmüşdü. Onların yerinə işi bilməyən, təcrübəsi olmayan insanlar gətirilmişdi. O sahəyə ki, orada yalnız və yalnız mühəndislik, bilik, təcrübə, səriştə lazımdır ki, bu sahələrə rəhbərlik etmək üçün. Və nədən başladı Heydər Əliyev? Görün, baxın. O vaxtlar, baxmayaraq ki, mən sadaladığım ki, 70-ci illərdə əsas qoyulmuşdu, ancaq o, belə deyək, islahat gücləri ilə biz heç bir şey edə bilməzdik o vaxtı. Ona görə ki, onlar da artıq 80-ci ildə heç bir iş görülməmişdi 80-ci illərin axırında və 90-cı illərin əvvəlində tam dağılmış şəraitdə və onlar həm fiziki cəhətdən, həm də ki, mənəvi cəhətdən sıradan çıxmışdılar. Yəni ki, onlar heç bir şey edə bilməzdilər. Mənim yadımdadır, 1993-cü ildə mən təyin olunarkən Dövlət Neft Şirkəti Prezidenti vəzifəsindən mən Özürlər Zavodu ilə tanış olmağa getdim. Baxdım, gördüm ki, bütün sexlar dayanmışdı o vaxtı. Heç bir insan orada işləmirdi. İnsanlar var idi. Yəni, kağızda bir təxminən 5000 insan orada kağızda vardı ki, ancaq sexlar hamısı boş idi. Heç bir cihaz, heç bir, belə deyək ki, sex, heç biri işləmirdi o vaxtlar. Və hər yerdə elə idi. Getmişdim Gəmilər Zavoduna, orada bütün bu stanoklar deyirlər də, cihazlar hamısı satılıb metalloma verilmişdi. Və s. Neft daşlarında bizim dəniz qurğuları tamamilə dağılmış bir səviyyədə, dağılmış vəziyyətdə idi. Ona görə bunu yenidən bərpa etmək, bu çox böyük bir, mən deyərdim ki,
Buna zəka lazım idi, buna böyük bir təcrübə lazım idi, buna böyük bir siyasət lazım idi və Azərbaycanda bir kəpik olmayan, yəni xazinədə bir kəpik olmayan Azərbaycanda ən əsas problem də, baxmayaraq ki, kadrlarımız vardı, mən dediyim hansısa bir potensial vardı, ancaq maliyyə də yox idi. Ona görə Heydər Əliyin yeni neft strategiyası yarandı. Nəyin əsasında? Birincisi, mənim yadımdadır, bu barədə çox söhbətlər aparırdıq. O deyirdi ki, Azərbaycanın çox gözəl neftçiləri var, böyük kadrları var, alimləri var, mühəndisləri var. Azərbaycanda əsrlər boyu bir neçə neftçilər nəslinin əldə etdiyi istehsal gücləri və infrastrukturu yaradılıb. Düzdür, bunlar bəlkə köynəlib. Bugün başqa standartlara bunu modernləşmək lazımdır. Ancaq bunun əsası var və bunu biz inkişaf etdirməliyik. Və ən əsası, dedi, Azərbaycanın böyük neft və qaz ehtiyatları var. Bunları biz əminik, bizim geoloqlar bunu deyir, bizim neftçilərimiz bunu deyir və biz bunları istifadə etməliyik, işlətməliyik. Və bunun üzərində deyərdi ki, neft strategiyası yarandı. Nədir bunun əsası? Xarici neft şirkətlərini, tanınmış neft şirkətlərini gətirmək, eyni zamanda onların maliyyə imkanları hesabına investisiyalar, kapital qoyuluşu qoymaq, infrastrukturamızı yenidən qurmaq və infrastrukturanı belə qurmaq ki, həm sənaye əmək təhlükəsizliyini təmin etsin, eyni zamanda ətraf mühiti qorusun. O vaxtlar bizim belə bir dənə avadanlığımız yox idi. Və ona görə böyük işlər görüldü. Mən buna da demək istərdim ki, ilk işlər, siz bilirsiniz ki, Çıraq 1-dən başladı. Çıraq 1 platformamız o vaxtlar dövlət neft şirkəti tərəfindən qurulmuşdur. Ancaq görün, baxın, xarici şirkətlər gəlib onu inspeksiya edəndə onlar dedilər ki, bu Çıraq 1 platforması yaramır. Onu yenidən qurmaq lazımdır, modernləşdirmək lazımdır və eyni zamanda mən nə üçün dedim, əmək təhlükəsizliyi və s. O vaxtlar Sovet, belə deyək, texnologiya ilə neftçilərimiz üçün yaşayış, yəni üst bloku olan yaşayış evləri, bunların hamısı azbestdən düzəldilmişdi. Onların araları azbestdən düzəldilmişdi. O vaxtlar isə onlar bizə imkan vermədi ki, biz bunu istifadə edək. Ona görə ki, dedilər ki, azbest, o vaxtda heç biz bunu bilmirdik. Bunlar onkologiya, deməli, xəstəliklə gətirir və s. və onların hamısını biz yenidən qurduq. Bax, belə bir vəziyyətdə çox nəhəng işlər görüldü. Mən bunu nə üçün deyirəm? Bugünkü konferans bu iqtisadın modernləşməsinə həsr olunub ki. Yəni, əgər biz desək, mən dediyim kimi, ən yüksək texnologiyalar, ən yüksək o vaxtda hələ 90-cı illərdə standartlar Azərbaycana gətirildi. Sağ olsun, mən bunu bir də demək istəyirəm ki, bax, burada bizim tərəfdaşlar, BP şirkəti başda olmaqla, Statoil şirkəti, Şimal dənizində olan ən yüksək texnologiyaları, ən yüksək metodları, üsulları Azərbaycana gətirdilər. Əgər biz, bir misal gətirim, əgər biz vaxtı ilə günəşli yatağında 400 ton hər quyudan, ki, hansısa laydan 400 ton alırdıqsa, onların yeni texnologiya əsasında bir quyudan 2000 ton, yəni 5 dəfə artıq hasilatı biz artıra bildik. Bunlar nə üçün? Horizontal, o vaxtda biz bilmirdik ki, horizontal qazma nə deməkdir. Onlar bunu da biz indi mənimsədik. Yəni, bugün bu dövlət neft şirkətində də bu işlər görülür. Ancaq o vaxtı bizim üçün belə işlər doğrudan da təzə idi. Biz əgər, mən dediyim kimi, layın, tutaq ki, 100 metrəsini atırdıq ki, laydan neft gəlsin. Onlar isə 100 metr yox, daha artıq, deməli, geniş intervalları mənisiyə gətirdilər.
Süleyman Vezirov, mən demişdim sizə, adını çəkdim, o vaxtı Heydər Əliyevin vasitəsilə gətirilən İsrafil Qüseynov boru düzən gəmiləri idi. Ancaq onlar köynəlmişdi. Yenidən bunlar modernləşdi və biz bütün işləri, bax nə qədər biz Çirak 1-dən bu faza 1 layihəsinin çərçivəsində Azəri Qərb, Azəri Şərq, Azəri Mərkəzi, deməli sonra Günəşlidən nə qədər sualtı boru kəmərlərini biz tikdik və Şahdənizdən də. Bunlar hamısı bizim o Süleyman Vezirov və İsrafil Qüseynov boru düzən gəmilərinin vasitəsilə biz onu tikdik. Ancaq daha mən dediyim kimi modernləşmiş bir vəziyyətdə. Əgər götürsək, biz başqa deyərik ki, sahələri, yeni neft strategiyasının çərçivəsində çoxlu işlər görüldü. Bizim vaxtı ilə sualtı boru kəmərlərini düzəndə bizim örtük beton zavodumuz yox idi. Ancaq bunları, belə deyək, onun təhlükəsizliyini, sualtı boru kəmərlərinin germetikləşməsini, onun daha da ağır olmasının və vibrasiya verməməsi üçün biz Zıxda yeni beton örtük zavodunu tikdik və istifadəyə verdik. Və çox belə mən misallar gətirə bilərəm ki, neft sənayesində ümumiyyətlə Heydər Əliyevin vaxtında, yəni 10 ilə deməli neft sənayesi tamamilə öz belə deyək şəklini dəyişdi. Bunun nəticəsi nə oldu? Əgər biz mən dediyim zamanlar, yəni 90-cı illərin əvvəlində neft və qaz sənayesində böyük tənəzzül müşahidə olunurdu. Təxminən 7% ildə neft hasilatı düşürdü. 13% qazın hasilatı ildə bu templə aşağı düşürdü. Biz artıq 96-cı ildə bunu dayandırdıq və 97-ci, 98-ci bunu stabilləşdirdik və 2000-ci ildən bu artım başladı. Bax, bu Heydər Əliyevin siyasətinin neft sənayesində, qaz sənayesində bunun, mən deyərdim ki, əsas böyük nailiyyətlərdən biridir ki, neft qaz sənayesini qorudu, saxladı, inkişaf etdirdi. Mən bir də bunu demək istərdim ki, ümumiyyətlə, yeni neft strategiyası və Heydər Əliyevin siyasəti bütün sahələrə öz təsirini göstərdi. Əgər baxsaq, deməli 90-cı illərdə Heydər Əliyev neft emalı sahəsində çox böyük fikir verdi. Baxmayaraq ki, o vaxtı o qədər də maliyyə imkanlarımız yox idi, ancaq yenə neft emalını inkişafına o bir neçə tədbirlər həyata keçirdi. Bunun sizin bəlkə kiminsə yadındadır, yeni deməli xam neftinin ilkin emalı qurğusu tikildi. Həm Azerneftiyak zavodunda, həm də ki Bakı o vaxtlar yeni Bakı neft ayırma zavodu, indi Heydər Əliyev zavodunun tərkibində olan qurğu. Bitum qurğusu, yeni bitum qurğusu tikildi. Bu da böyük bizim üçün yeni bir belə deyək qurğuydu. Yeni istehsalat idi bizim üçün. Neft emalında çox böyük texnoloji tədbirlər görüldü. Baxmayaraq ki, o vaxtlar bizim imkanımız yox idi və o vaxtlar iqtisadi durum belə idi ki, biz daha çox mazuta bəlkə fikir verirdik, onu istehsal edirdik enerjinin tələbi, bu elektrik stansiyaların tələbatını örtmək üçün. Ancaq o vaxtlar biz bu, belə deyək, xam neftin emalının dərinliyini artırdıq və bugün bizim mazuta ehtiyacımız yoxdur deyənə, bütün bugün bizim elektrik stansiyalarımız təbii qazın üstündə qurulubdur və işləyir. Bugün artıq bizim neft emalında emalın dərinliyi gəlib 95-dən artıqdır. Görün, baxın, nə qədər o vaxtlar Heydər Əliyev bu
siyasəti nə qədər bizə imkan verdi ki, bugün biz bu neft və qaz belə deyək, məhsulundan səmərəli istifadə edək. Bunlar hamısı bilirsiniz 2003-cü ildə mən belə düşünürəm ki, Heydər Əliyev tərəfindən Azərbaycanın iqtisadi modelinin, iqtisadi inkişafının modelinin əsası qoyuldu və bugün o biz baxanda görürük ki, bundan başqa bir düzgün yol ola bilməzdi. Bizim, yenə deyirəm, başqa sahələrdə görün, baxın, neftin istehsalı 9 milyon ton idi, gəldi 2010-cu ildə 50 milyon tona çatdı. Azərbaycan 99-cu ildə əgər əziyyət çəkirdi təbii qazın çatışmamasından və o vaxtlar Rusiyaya biz bilirsiniz ki, müraciət edirdik ki, bizə qaz versin ki, biz həm sənayini, həm əhalini təmin edək. Bir gün Azərbaycan 28 milyard kubmetr qaz istehsal edir və tam şəkildə, mən burada dedim, öz enerji təhlükəsizliyi təmin edib. Bu da o deməkdir ki, bugün heç bir dünyada bir ölkə enerji təhlükəsizliyi təmin etməsə, heç bir inkişafdan söhbət edə bilməz. Yoxdur belə bir ölkə. Ona görə bugün bütün ölkələrin rəhbərlərinin, dövlət başçılarının gündəliyində ən belə deyək, ön məsələ enerji təhlükəsizliyini təmin etməyə. Artıq bu iqtisadi məsələdən başqa bir siyasi məsələyə keçibdir və Azərbaycan bu məsələni həll etdi. Azərbaycan bugün heç kəsdən, heç bir ölkədən asılı deyil. Əksinə olaraq bugün bütün ölkələr, həm bizim Cənub Qafqazda, həm Qaradəniz, Aralıq dənizi olan deməli ölkələr, bu regionda olan ölkələr, eyni zamanda Avropanın bütün şərq, cənub ölkələri bugün Azərbaycana müraciət edir və umurlar bizdən ki, biz onların təhlükəsizliyinə töhfə verək. Biz də bunu edirik. Siz bilirsiniz ki, Azərbaycan bugün çox mühüm layihələr həyata keçirir. Azərbaycan artıq özünə güvənir, öz ehtiyatlarına güvənir, öz infrastrukturuna güvənir, öz maliyyə imkanlarına güvənir. Ona görə bugün böyük layihələr Trans-Anadolu qaz kəməri layihəsi kimi bugün mövcuddur, realdır və Azərbaycan bunu da inşallah 2017-ci ildə istifadəyə verəcək. Bu barədə çox danışmaq olar, siz mənə 15 dəqiqə verdiniz. Ona görə mən sizin vaxtınızı almaq istəmirəm, ola bilsin ki, sual-cavab olacaq. Sual-cavab olacaq, onda mən böyük məmnuniyyətlə bütün suallara və cavablara deyəcəyim. Yalnız bunu bir də demək istəyirəm ki, bugünkü Azərbaycan Respublikasının bütün nailiyyətləri, uğurları, hörmətli prezidentimizin bugün proqram şəklində Azərbaycan iqtisadiyyatının inkişafı, regionların sosial-iqtisadi məsələlərin həlli və s. bunlar bunun üzərində dayanıbdır. Heydər Əliyevin gördüyü işlər üzərində qurulur.